Bakıxanov qəsəbəsində, Asan Xidmətin yanında, Abad məhəllədə. Qanuni 3 otaqlı mənzilimiz satışa çıxıb. Dostlar, məhəllədə hər bir şərait yaradılıb. Böyüklərin istirahəti üçün, uşaqların əyləncəsi üçün hər bir şərait var. İdman alətlərinə qədər quraşdırılıb. Yerləşmə yerinə söz ola bilməz. Mənzilin təmiri də qaydasındadır. 9 mərtəbəli 2 ev layihəli binanın 8-ci mərtəbəsində yerləşir. 3 otaq, tam təmirli, tam şəraitli bir mənzildir. Qiymət də indiki bazar üçün çox münasib, yəni bazar qiymətindən aşağıdır. 188 min manatla tam təmirli bir mənzili sizin üçün təqdim edirik. Mənzilin daxilindən təqdimatımıza davam edirik. Bura mənzilin xol hissəsidir. Dostlar, görürsünüz nə geniş, gözəl xol hissəmiz var. Sanuzel, sanitar və uşaqlar. Zalı sizin üçün göstərim. Bizə yaxınlaş. Bura mənzilin zalıdır. Geniş bir zal hissəmiz var. Mənzil 2 ev layihəli mənzildir. Karisli, bahalı pəncərələr, radiator qoşulub, polu gördüyünüz kimi taxtadır, qaydasında səliqəli, tam təmirli bir mənzildir. Ahurlar yenilənib, dəyərli izləyicilər. Evdə təmir işləri görülür. Ev hazır vəziyyətdə bir evdir. Alırsınız, köçürsünüz, yaşayırsınız. Xeyirli, uğurlu olsun. Sənədlər də tam qaydasında. Dostlar, yəqin ki, fikir verdiniz, pəncərədən gün vurur, gün vuran mənzildir. Binanın qarşısı açıqdır, yəni gün vuran, hava işləyən bir mənzildir. Daxili hündürlüyü də 2 metr 80 santimdir. Yataq otağını sizin üçün göstərəcəm, yataq otaqlarını. Belə bir geniş yataq otağımız var. Haradasa 16-17 kvadrat ölçülərə sahibdir. Yataq otağının pəncərəsi deməli məhəllədə yerləşən bağça, uşaq bağçasına tərəf baxır. Burada da qonaq otağında zalda olduğu kimi alboylar dəyişilir, işlər görülür. Ev tam təmirli vəziyyətdə bir evdir. Burada da radiator qoşulub, hazır vəziyyətdə bir mənzildir dostlar. İndi isə böyük yataq otağını sizin üçün göstərəcəm. Təmirdən sonra yaşayış olmayıb, dəyərli izləyicilər. Bütün otaqların pəncərələri karislidir, bahalı pəncərələrdəndir. Deməli, burada böyük yataq otağımızdır, eyvan hissəsi olur, açılıb, qatılıb, otaq bir yerlərdə böyüdür. Otağın kvadratı haradasa 18-19 kvadrat metr ölçülərə sahibdir. Gözəl təmir işləri görülür. Mətbəxdə sizin üçün göstərəcəm dostlar. Mətbəx bilən xanımlar üçün daha çox maraqlıdır. Burada belə bir kladovkamız var, əlavə veşlərin yığılmağı üçün. Dərinliyi də çox yaxşıdır. Belə bir geniş mətbəx hissəmiz var. Günvuran mənzilli 18-19 kvadrat metr ölçülərə sahib geniş bir dənə mətbəximiz var. Burada da eyvan hissəsi olub dostlar, açılıb, qatılıb, mətbəx olduqca geniş ölçülərə sahib. Mətbəx mebeli yığılıb, qazıdır, aspirator, ramsız üstündə hazır vəziyyətdədir. Dostlar, kim istəsə alıb bu mənzili kirayə də verə bilər, kim istəsə alıb yaşaya da bilər. Hər bir şərait olan bir mənzildir. Yaşamaq üçün çox əlverişli yerdə yerləşir. Məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin bir addımlığındadır. Marşrut xətti binanın qarşısından keçir. Evin istilik sistemi operatorumuz göstərir. Evin istilik sistemi kombi sistemidir. Mənzilin qazı, işığı, suyu daimidir. Sənədlər tam qaydasındadır. Alıq-satıq günü inşallah bu evi alan şəxsə mənzilin açarları ofisimiz tərəfindən təhvil veriləcək. Dəyərli izləyicilər, bu mənzillə bağlı nə sualınız olsa, nömrəmiz səhifədə var. Çox gözəl mənzildir. Allah xeyir versin. Sənədlərində də heç bir problem yoxdur. Yerləşmə yerinə söz ola bilməz. Hər bir şərait olan bir mənzildir dostlar. Binanın lift sistemi də normal, yaxşı vəziyyətdədir. Mərtəbə dediyim kimi 8-ci mərtəbəsi Bakıxanov qəsəbəsinin ən gözəl yerlərindən biridir. Abad məhəllələrini də göstərdik. Mənzillə bağlı nə sualınız olsa bir daha qeyd edirəm. Nömrəmiz səhifədə var. Buyurun, istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.